Göygöl rayonunun Qızılqaya qəsəbəsində ehtiyatsızlıq ağır xəsarətlə nəticələnən yanğına və partlayışa səbəb olub. Xəbərlər net xəbər verir ki, bu barədə Baku TV-nin video materialında bildirilib. Məlumata görə hadisə Rafael Qasımova məxsus təsərrüfat binasında baş verib. 1975-ci il təvəllüdlü Zöhrab Qasımov binada olan zaman qaz sızması nəticəsində partlayış baş verib və ardınca yanğın başlayıb. Zərər çəkmişin yaxınlarının bildirdiyinə görə hadisəyə otaqdakı İran peçindən sızan qaz səbəb olub. Otağa dolan qazdan xəbərsiz olan Qasımov siqaret yandırmaq istəyərkən güclü partlayış baş verib. Hadisə nəticəsində evin yataq otağı, sənədlər və əşyalar tamamilə yanaraq kül olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə briqadaları və polis əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülərək alovun digər tikillərə keçməsinin qarşısı alınıb. Partlayış nəticəsində ağır xəsarətlər alan 51 yaşlı Zöhrab Qasımov dərhal Gəncə şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən xəstəyə 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və vəziyyəti orta ağır olaraq qiymətləndirilir.